Əməkdaşlığa əsaslanan yanaşmadan danışmışdıq keçən dərsimizdə. Müasir dövrdə təhsilin əsas məqsədi nədir ümumiyyətlə? Təhsilin əsas məqsədi nədir müəllimlər? Şagirdlərə təkcə bilik vermək deyil də, şagirdlər həm də Sosial müəllimlər də həmçinin sadəcə öyrətən deyil. Bəli. Təhsil biliklərin mənimsənilməsi yox, həm də öyrənənin kommunikativ, sosial, əməkdaşlıq bacarıqlarının inkişafı deməkdir. Doğrudur. Əməkdaşlığa əsaslanan yanaşma hansı modellərdən fərqlənir? ənənəvidən. Bəli. Fərdi öyrənmə modellərindən, ənənəvi modeldən, rəqabətə əsaslanan modeldən fərqlənir. Doğrudur. Əməkdaşlığa əsaslanan yanaşmada öyrənmə nəyin üzərində qurulur? Əməkdaşlığın üzərində. Qrup daxilində başlayır. Qrup içində əməkdaşlıq, həmçində sosial qarşılıqlı təsir üzərində qurulur. Doğrudur. Əməkdaşlığa əsaslanan təlimin birinci prinsipi nə idi? Müsbət qarşılıqlı. Bəli, müsbət qarşılıqlı asılılıq idi. Mən qalib gəlsəm, sən qazanırsan. Ay, sağ ol. Mən qalib gəlsəm, sən də qazanırsan. Deməli, bu prinsip müsbət qarşılıqlı asılığa aiddir. Bəs fərdi məsuliyyət nəyi ifadə edirdi? Yəni, şagirdin fərdi məsuliyyətində. Bəli, yəni hər bir fərdi məsuliyyət deyəndə hər bir qrup üzvünün öz fərdi töhfəsini verməsini və hər bir nəticə üçün məsuliyyət daşımasını göstərir. Sosial bacarıqların inkişafı dediyində əməkdaşlığa əsaslanan təlimdə nə nəzərdə tutulur? Birlikdə razılığa gəlmək, fikir mübadiləsi, müzakirə etmək. Dinləmək, fikir bildirmək, bəli, müzakirə etmək, razılığa gəlmək bacarıqları formalaşır. Qrup prosesinin refleksiyası zamanı hansı sual verilir? Nəyi yaxşı etdiyin, nəyi təkmilləşdirmək? Bəli, nəyi yaxşı etmişik, nəyi təkmilləşdirmək olar? Ümumiyyətlə, bu əməkdaşlığa əsaslanan yanaşmada müəllim hansı rolda çıxış edir? Fasilitator. Qrupları formalaşdırarkən nəyə diqqət etmək lazımdır? Bacarıq səviyyələrinə. Heterogen qruplar olmalıdır. Bəli, heterogen qruplarla bir yerə gəlmək. Bacarıq səviyyələri müxtəlif olan şagirdləri bir araya gətirmək lazımdır. Strukturu olan tapşırıq nə deməkdir? Strukturlu tapşırıq. Vəzifə bölgüsü olmalıdır da, orada təqdimat edən, sayılan ayrıca bölünməlidir. Konkret vəzifə, rol bölgüsü olmalıdır. Bəli, biri yazan olmalıdır, biri təqdimat edən olmalıdır, biri lider olmalıdır və s. Bunlar müəyyən olmalıdır. Müsbət qarşılıqlı asılılığı gücləndirmək üçün müəllim nə etməlidir? Deyir, orada yalnız bir yerdə işlədikdə hədəfə çata bilərsən də, şagirdlər bir-birinə işləməyə sövq edir. Düzdür. Qrup nəticələri ilə bir də fərdi nəticələr birləşdirilir də burada müsbət qarşılıqlı asılılığı gücləndirəndə müəllim. Qrup nəticələri ilə fərdi nəticələri birləşdirməlidir. Əməkdaşlığa əsaslanan yanaşmanın bir üstünlüyünü deyin. Hansı üstünlüyü var? Ünsiyyət formalaşır. Bəli. Akademik nailiyyət yüksəlir burada. Həmçinin emosional, sosial-emosional bacarıqlar formalaşır. İmpatiya qurmaq bacarıqlar Doğrudur. formalaşır. İnklüziv təlim mühiti necə formalaşır? Diferensiallığı təmin edir də həmin bu yanaşma. Bəli, fərqli səviyyəli şagirdlərlə, bəli, diferensiallıq formalaşdırılır da burada. Bir-birindən öyrənməyə təşviq edilir. Bircə dəqiqə. Bəli, davam edirik müəllimlər. Konstruktivizm sözünün mənası nədir? Qrup yaratmaq. Qurmaq, yaratmaq mənasına gəlir, doğrudur. Konstruktivizm bu ümumiyyətlə yanaşmasının əsas ideyası nədir? Şagird öz təcrübəsi ilə, bir də əvvəlki bilikləri ilə əlaqə qurur. Öyrənməni öz təzrübələrinə əsasən bilikləri qurur. Düzdür. Konstruktivizmdə biliklərin rolu necədir? Hazır şəkildə qəbul etmir də, artıq özü araşdırır, özü tapır. Bəs şagirdin rolu necədir burada? Aktiv, bəli. Axtarışda olan aktiv olur, biri pasiv şəkildə qəbul eləmir. Konstruktivizmin birinci prinsipi hansıdır? Biliklərin aktivləşdirilməsi. Bəli, əvvəlki biliklərin aktivləşdirilməsi deməkdir. Bəs öyrənmə nədir ümumiyyətlə, aktiv öyrənmə?
Yəni araşdırıb tapırlar burada, iş görürlər. Şagird məlumatı Bəli. mərkəzində olur da, özü tap. Bəli, bəli. Biri öz fəaliyyəti ilə qazanmış olur. Sosial qarşılıqlı əlaqə konstruktivizmdə niyə vacibdir? Burada heç danışıqlar Bəli, dialoq əməkdaşlıq vasitəsilə daha effektiv formalaşdırılması üçündür, düzdür. Məna yaratma nədir? Şəxsi təcrübəsi ilə əlaqələndirməsi. Bəzbərləyib çıxmır biliyi. Əlaqələndirir. Yeni məlumatı fərdi düşüncə sisteminə uyğunlaşdırır da, düzdür. Konstruktivizmdə müəllimin əsas funksiyası nədir? Fasilitatorluq. Bəli, fasilitatorluq eləyir. Biliyi hazır şəkildə ötürmür də. Konstruktivizmin nümayəndələri kimlər idi? Jean Piaget, Piaget, Brunner. Brunner, Doğrudur. 3-2-1 üsulu hansı mərhələdə istifadə olunur? refleksiyada. Refleksiya mərhələsində. Konstruktivist təlimdə müəllim motivator kimi nə edir? Motivasiya maraq oyadır dərsə. Düzdür. Tapşırıqlar. Suallar və tapşırıqlar verməklə maraq oyadır, doğrudur. Konstruktivist yanaşmanın bir üstünlüyü də var idi. Bu nə idi? Hansı üstünlüyü idi? Düşünməyə sövq etməsi şagirdləri. Yəni yaradıcı düşünmə, həm tənqidi təfəkkürü, həm də yaradıcı təfəkkürü inkişaf etdirir. Bəs yaxşı, konstruktivist yanaşmanın bir məhdudiyyəti də var idi. Vaxt məhdudiyyəti var idi. Vaxtda problem yaradır. Zaman baxımından daha çox vaxt tələb edir. Ona görə də ənənəvi sinifdə müəllimin rolu necə idi? Yəni məlumat verən, izah edən idi ənənəvidə. Direktiv idi də, həm də səlahiyyət yönümlü idi, məlumat verən idi. Düzdür. Bəs konstruktivist sinifdə müəllimin rolu necədir? Tərəflidir. Müşahidəçi rolunda izləyir sadəcə. Müzakirə yönümlüdür, bəli, interaktivdir. Ənənəvi sinifdə şagirdlər necə işləyir? Pasiv şəkildə. Müəllimin istiqamətinin olduğu, hər şey rəqabəti olur. Bəli, pasiv olurlar. Konstruktiv sinifdə şagirdlər necə işləyir? Qruplarla işləyir, əməkdaşlıq edirlər. Bəli, əməkdaşlıq şəraitində işləyirlər, doğrudur. Konstruktivist müəllimin davranışlarından biri nə ola bilər? Ümumiyyətlə davranışlarını deyə bilərsiniz. Şagirdlərin nəyəsə sövq yox, belə stimul verir. Yönləndirir, stimul verir. Açıq suallar verir, Sualın cavabını birbaşa demir, yönəldir, düzdür. Səhvlərini deməkdən qorxmur. Bəli. Gözləmə vaxtı verir, gözləyir şagirdə cavab vermək üçün. Konstruktivist təlimdə ümumiyyətlə qiymətləndirmə hansı xarakteri daşıyır? Bəli. Konstruktivist təlimdə qiymətləndirmə formativ xarakteri daşıyır. Və qiymətləndirmə formalarına burada nələr daxildir? Rubriklər var idi. Layihələr. Bəli, özünü qiymətləndirmə, rubrik, layihə, portfoliolar. Doğrudur. Bəs refleksiv yanaşmanın mahiyyəti nədir? Müəllim və şagirdə bərabər yanaşması və ikisinin ayrı-ayrı düşüncələrinin yanaşması ilə. Bəli, öyrənmə prosesi haqqında düşünmək, nəticə çıxartmaq burada var, vacibdir. Refleksiya müəllim üçün niyə əhəmiyyətlidir? Çünki müəllim burada öz tədris fəaliyyəti sonra fəaliyyətinə baxır. Bəli, öz tədris fəaliyyətinə baxır və bundan strategiyalar planlaşdırır. Refleksiyanın şagirdi üçün əhəmiyyəti nədir bəs? Öz öyrənmə prosesinə baxır, çətinliklərini ortaya çıxara bilir. Daha necə eləyə bilərəm? Metakognitiv biliklərini inkişaf etdirə bilər. Doğrudur. Refleksiv təlimin birinci mərhələsi hansıdır ümumiyyətlə? Müşahidə. Müşahidədir. Bəs müşahidə həm müəllim, həm şagird. Düzdür. Müəllim və şagird müşahidə aparır. Təhlil və dəyərləndirmə mərhələsində nə edilir? Uğurlu-uğursuz olduğunu burada araşdırır. Doğrudur. Niyə uğurlu, niyə uğursuzdur, bunu araşdırır. Refleksiyanın üçüncü mərhələsi hansı idi? Planlaşdırma. Müəllim də şagirdə artıq planlı şəkildə hərəkət edir. Müəllim məsələn vizual görüntülərdən, slaydlardan falan istifadə edəcəyini deyir. Şagird də daha yaxşı şəkildə, planlı şəkildə hazırlaşacağını deyir. Donald Schön refleksiyanı necə adlandırırdı?
İnkişafın başlanğıcıdır deyirdi burada. Bir də şey, təkmilləşdirməli yönlərin tapırdı. Təkmilləşdirmək olar. Düzdür. İnkişafın başlanğıcı adlandırılır. Refleksiya dairəsi üsulu nədir? Məncə sualı verir. Məncə bugün bu əməkdaşlığı elədi. Sağ. Məncə bu gün bunu tamamlamalıdır. Sual körpüsü üsulunun məqsədi nədir? Çətinliklər arasında əlaqə qurmaq. Düzdür. Özünə məktub nə üçün yazılır? Gələcəkdəki özünə yazır. Mən necə öyrəndiklərlə bağlı özünə məktub yazır. Bəli, özünə qeydlər edir. Doğrudur. Müəllim jurnalı refleksiya vasitəsi kimi necə istifadə olunur? Qeydlər aparır da. Anlaşdırdığı kimi qeydlər sonra Qısa qeydlər aparır, düzdür. Hər dərs haqqında qısa qeydlər aparır. Refleksiv yanaşmanın faydaları nələrdir? Ümumiyyətlə hansı faydası var? Dərin öyrənmə, özünə inam, məsuliyyət hissi və yaradıcı düşünmə. Əla, dərin öyrənmə, məsuliyyət hissi və özünə inam, yaradıcı düşünmə. Doğrudur. Müəllim dərsin sonunda özünə hansı sualı verməlidir? Burada Şagirdlər nəyi öyrənir? Nəyi öyrənir? Hansı üsullardan istifadə etdim? Hansı üsul şagirdləri daha çox fəallaşdırdı? Bəli. Səhvinin səbəbini tap üsuluna bir nümunə deyə bilərsiniz? Bu üsuldan Məsələn, riyaziyyatda fənliklərdə səhv etmisən, məsələn, hər hansı bir düsturdan istifadə edərək o səhvlərini aradan qaldıra bilərsən. Doğrudur. Refleksiv yanaşma şagirdi nədən nəyə çevirir? Tapşırığın icraçısından nəyə çevrilir onlar həm də? Öz öyrənməsini öyrənmələri idarə edən fərdə çevirir, düzdür. 3-2-1 üsulunda bir nəyi ifadə edir? Sualı, bəli. Sualı olan bir məsələni, düzdür. Öyrənmək istədiyi sual. Peşəkar müəllimin modelini nə formalaşdırır? Öz tədris təcrübəsini tənqidi dəyərləndirmək. Yəni, peşəkar bir müəllim modelində öz tədris təcrübəsini tənqidi dəyərləndirir. Refleksiyada məna yaratma mərhələsi nəyi tələb edir? Fərdi düşünmə. Nəticələri ümumiləşdirib dərk etməyi. Bəs yaxşı, adaptiv yanaşma nədir? Fərdiləşdirmə deməkdir, hər bir şagirdin bacarıq səviyyəsinə uyğun, maraqlarına uyğun fərdiləşdirilməsi. Bəli, öyrənmənin şagirdin uyğunlaşdırma deməkdir. fərdi xüsusiyyətlərinə, bəli, səviyyələrinə uyğun fərdiləşdirilməsi deməkdir. Bərabər təhsil imkanı deyəndə nə nəzərdə tuturuq? Hər bir şagird elə bir, məsələn, çətinliklər olan şagirdlər çətin tipli tapşırıqlar, asan həll edən şagirdlər asan tipli Yəni, tapşırıqlar hər verir. kəsin ehtiyacına uyğun materialları deyir də, düzdür? Bəs adaptiv öyrənmədə müəllimin məlumatı necə olur? Necə toplayır müəllim məlumatları adaptiv öyrənmədə? Davamlı müşahidə ilə. Bəli, davamlı müşahidə ilə təhlil edərək, bəli. Adaptiv yanaşmanın 3 əsas prinsipi hansıdır? Fərdiləşdirmə, davamlı diaqnostika və dəstəyin azaldılması. Əla, fərdiləşdirmə, davamlı diaqnostika verək və dəstəyin tədricən azaldılması scaffolding. Fərdiləşdirmə nə idi? yəni hər şagirdə uyğun öyrənmə təhsili. Məsələn, virtual öyrənənlərə, yaxud dinləyərək öyrənənlərə uyğun verilir məlumat. Elə ötürülür. Müəllim eyni tapşırığı fərdi xüsusiyyətlərinə görə uyğunlaşdırmasıdır da, düzdür? Necə fərdiləşdirmək olar? Neçə tapşırıq üzrə, neçə üç istiqamət var idi? Məzmun, tapşırıq, bir də dəstək səviyyəsi üzrə. Məzmun üzrə fərdiləşdirmək olar, tapşırıq üzrə, bir də dəstək səviyyəsi üzrə. Məzmun üzrə fərdiləşdirməyə nümunə deyə bilərsiniz? Fərqli mənbələrdən istifadə edə bilər də bir mövzunu izah edərkən, məsələn, slaydlardan istifadə edə bilər, yazılı mənbələrdən. Sadə mətn verə bilər zəif şagirdlərə, bəzilərinə tədqiqat verə bilər, bəzilərinə layihə verə bilər, düzdür? Tapşırıq üzrə fərdiləşdirmə nədir? Burada çalışmalarda ona uyğun verir. Birindən nisbətən çətin tipli tapşırıq verə bilər, həll etmək üçün. Nailiyyəti aşağı olanlara yönəldici tapşırıqlar verə bilər, yüksək olanlara yaradıcı tapşırıqlar verə bilər, düzdür? Dəstək səviyyəsi üzrə fərdiləşdirməyə nümunə deyə bilərsinizmi? Bunları elə bir köməkdə ipucu verə bilərdi.
ipucu verə bilər, bələdçi suallar verə bilər. verə bilərdi, ya suallar verə bilərdi. Bələdçi İpucu suallar, sual. düzdür. Fərdləşdirmə prosesi sxemi necədir? Fərdləşdirmə prosesi sxemi. Fərdi ehtiyaclar müəyyənləşdirir. Sonra tapşırıq Resursları Resurs seçir, seçir, tapşırıqları sonra seçir. dəstək tənzimlənir. Bəli, deməli birinci fərdi ehtiyacları müəyyənlədir, sonra resurs seçir, sonra dəstək tənzimlənir. Dəstəyin tənzimlənməsi. Və scaffolding nədir? müvəqqəti dəstək. Olduğu yerdən Bəli, olmalı yerə çatdırmaq. doğrudur. Müəllim əvvəlcə aktiv dəstək verir, sonra bu dəstəyi yavaş-yavaş azaldır. Tədricən azaldır və şagirdi müstəqilliyə sövq edir. Scaffolding anlayışı kimə məxsusdur? Levygotsky. Doğrudur. Scaffoldingin bir forması olan ipucu nədir? Mətn üzrə, yəni o tapmaqda kömək edir. Bəli. Cavabı birbaşa demir də, onu yönəldir. Düzdür. Şagirdə sadəcə istiqamət verir. Bəs model göstərmə scaffoldingdə necə tətbiq olunur? Nümunə kimi nəyisə başqa bir model göstərir. Bəli, müəllimin addımları bircə nümayiş etdirməsi deməkdir, model göstərmə. Özü bir-bir göstərir addımları səsli şəkildə. Digərləri də ona baxıb növbəti tapşırıqları o şəkildə həll edir. Scaffolding nəticəsində şagird nə qazanır? Yeni Öz gücünə inanmağa, müstəqil öyrənməyə qazanır. Davamlı diaqnostika niyə lazımdır? yəni geriləməz. Artıq yenə Dərslərində olan çatışmazlığı araşdırmaq üçün, imkanını təmin etmək üçün şagirdi. Bəli. Davamlı diaqnostika ona görə lazımdır. Şagirdin öyrənmə yolunda harda olduğunu və nəyə ehtiyacı olduğunu bilmək üçün lazımdır. Düz dediniz. Rəy hansı xüsusiyyətlərə malik olmalıdır rəy? Konstruktiv olmalıdır, gələcəyə yönəlik olmalıdır. müsbət başlamalıdır, kömək etməlidir, ipucu verməlidir. Doğrudur. Konkret, qısa, əməli addımla təqdim edilən olmalıdır. Spesifik, doğru, bəli. Gələcəyə yönəlik, keçmişə yönəlik, şəxsiyyətə yönəlik olmamalıdır. Simvolik rəy nədir? Emoji, Rəng. Emoji, rəng, bəli, stikerlərdən verilən əks əlaqədir. Bəs şifahi rəyə nümunə deyə bilərsiniz? Dərhal yerindəcə verilən motivasiya Bəli. Məsələn, suallara çox yaxşı cavab verdin. İndi növbəti mərhələni yoxla və yaxud da indi növbəti mərhələni yaz. Özünə və yoldaşına rəy nəyi inkişaf etdirir şagirddə? yoldaş qiymətləndirməsini. Həm də ki, özünü demək. Metaqognitiv bilik. Metakognitiv bilik. Yəni şagirdlərin bir-birinə və özünə qarşı məsuliyyətin. Strategiyasını müəyyənləşdirir. Düzdür. Adaptiv yanaşmanın bir çətinliyi də var idi. Bu hansı çətinlik idi? Vaxtın məhdud olması. Bəli, müəllimdən həm vaxt tələb eləyir, çox vaxt tələb eləyir, həm də planlaşdırma istəyir müəllimdən. Vaxt və planlaşdırma tələb etməsidir. Adaptiv yanaşmada hansı rəqəmsal platformalardan istifadə edilə bilər? Yenə elə o Google Classroom. Bizdə Düzdür. Hər kəs fərqlidir, amma hər kəs bacarır prinsipi. Hansı rola aiddir? adaptiv yanaşma. Adaptivdə müəllimin roluna, bəli. Hər kəs fərqlidir, amma hər kəs bacara bilər. Bu adaptiv yanaşmada müəllimə aiddir, müəllim roluna aiddir. Nailiyyət səviyyəsi aşağı olan şagirdə hansı dəstək verilir? Nisbətən ona rahat suallar verir də. Bəli. Çətinlik dərəcəsi aşağı qalır. Vizual kartlar verilə bilər, istiqamətləndirici suallar verilə bilər, ipuçları verilə bilər və s. Nailiyyət səviyyəsi yüksək olan şagirdə hansı tapşırıqlar verilə bilər? layihə ola bilər, nisbətən çətin verə bilər. hazırlamaq. Bəli, müstəqil tədqiqat layihə, doğrudur. Dəstəyin tədricən azaldılması üçün müəllim nə etməlidir? Şagirdi inkişaf etdirməlidir. Əvvəldən aktiv ona dəstək verir, sonra nisbətən azaldır. Artıq şagird özü müstəqil şəkildə işləməyə başlayır. Bəli, şagird müstəqil işləyə biləndə yardımı kəsməlidir müəllim. Doğrudur. 3-2-1 üsulunda 3 nəyi bildirir? Öyrəndiyi Məsələ. Doğrudur. Konstruktivizmdə fasilitator müəllim nəyi etmir? Dərsi elə hazır şəkildə şagirdə vermir. Şagird Bəli, onu özü biliyi axtarır. hazır ötürmür müəllim, doğrudur. Refleksiv yanaşmada müşahidə zamanı müəllim nə deyə bilər müşahidə zamanı? Obyektiv şəkildə necə başa düşür də onu deyir. Bəli, şagirdlər Nə dərəcədə
kömək edir və Doğrudur. yaxud da etmir. Şagirdlər tapşırığı fərqli şəkildə başa düşürlərmi? Belə bir sual meydana çıxmış olur. Adaptiv yanaşmada məzmun üzrə fərdiləşdirməyə bir misal çəkə bilərsiniz məzmun üzrə? Məsələn, mətn, sadə mətndən elə bir məqaləli mətnə müəllim. Bəli, bir şagirdə məsələn mətn verir, birinə video verir, birinə diaqram verir. Hər birinə Bir də elmi bilər. Ay, sağ ol. Yəni şagirdləri məzmun üzrə fərdiləşdirəndə şagirdlərin bəzi səviyyəsinə uyğun baxılır. Əməkdaşlığa əsaslanan yanaşmada fasilitator müəllimin vəzifəsi nədir? Bacarıq səviyyələr şagirdləri bir qrupa yığmaq, heterogen qrupa. Bəli, qrupların təşkili var. Qrup Və əməkdaşlıq şərtlərini müəyyən etmək var. Vygotsky'nin fikrincə müəllim hər şeyi etsə nə olar? Şagird çaşar. Şagird öyrənməyəcək. Öyrənməz. Nə zaman çaşır bəs Vygotsky deyir ki, şagird çaşır. Nə zaman çaşır? Amma etməsə, müəllim heç nə etməsə. Ay, sağ ol. Müəllim heç nə etməsə. Hər şeyi etsə, şagird öyrənmir. Heç nə etməsə də şagird çaşır. Ümumiyyətlə bütün bu yanaşmalar ki, keçdi bu 4 yanaşma, bunların ortaq məqsədi var. Nədir ortaq məqsədi? Hamısı şagird yönümündə, şagirdə hazır biliyi vermir, onları tədqiqata sövq edir. Əla. Şagirdi öyrənmə prosesini tam mərkəzinə qoyur. Çünki şagird yönümlüdür, doğrudur. Bəs konstruktivizmdə qiymətləndirmə nəyi ölçür? Formativ qiymətdən. Proses yönümlüdür, Ay, proses sağ ol. ölçür. Proses yönümlü olduğu üçün öyrənmə prosesini, inkişafı ölçür. Yazılı rəy harda qeyd oluna bilər? Portfolyoda. Yazılı rəy bəli portfolyoda ya da tapşırıq vərəqində də qeyd oluna bilər. Adaptiv yanaşmada şagird motivasiyası necə artır? Nə zaman? Elə bir müəllim şagirddə onların fərqlərini müəllim bilir, hansına asan verəndən sonra. Bəli. Əgər verilən şagirdə o çətin verirsə, ona sıxıcı gələcək. Çətin verilən şagirdə asan verirsə, ona dərs sıxıcı gəlir. Doğrudur. Yəni tapşırıq nə çox çətin olmalıdır, nə də çox asan olmalıdır. Ona görə də şagirdin motivasiyası o zaman artar ki, tapşırıq nə çox çətin, nə də çox asan olmasın. Konstruktivizmdə moderator müəllim nə edir? Sual və tapşırıqlara maraq oyadır. O motivator idi. Bəs moderator? İdarə şəkildə yanaşır. Ay, sağ ol. Qrup müzakirəni təşkil edirdi, idarə edəndi. Düzdür, müzakirəni təşkil edir. İnklüziv təlim mühiti hansı yanaşmada xüsusi qeyd olunub? Əməkdaşlıq. Əməkdaşlıq, doğrudur. Əməkdaşlığa əsaslanan yanaşmada. Refleksiyada növbəti dəfə daha nəyi yaxşı edə bilərəm sualı hansı mərhələyə aiddir? Bu mənim uğurlu və tahlil etmə, dəyərləndirmə Bəli, mərhələsində. planlaşdırma dəyişiklik mərhələsinə aiddir də bu, düzdür. Bəs dəstək səviyyəsi üzrə fərdiləşdirmədə müəllim kimə çox kömək edir? Zəif olanlara. Ay, sağ ol. Nailiyyət aşağı O olur. müstəqilliyin qorumaq şərti ilə bəzi zəif şagirdə daha çox dəstək. Doğrudur. Konstruktivist yanaşmada şagird biliyi necə tikir? Özü axtarır, araşdırır. Yeni məlumatı əvvəlki biliyinə, konstruktivistdə nə idi? Əlaqə qurur, bəli. Rəy formalarından olan özünü qiymətləndirmə nəyi öyrədir? Öz öyrənmə strategiya, metakognitiv bacarığı. Bəli, həm də öz üzərində məsuliyyəti öyrətmiş olur. Metakognitiv bacarığı formalaşdırır. Tənqidi təfəkkürü formalaşdırır. Benjamin Franklin öyrənmə haqqında nə deyib ümumiyyətlə? Mənə de, unudun, məni öyrət, xatırlayım, məni cəlb et, öyrənim. Scaffolding vasitələrindən olan sual vermənin məqsədi nədir? Sual vermənin məqsədi yönəltməkdir, düşünməni yönəltməkdir. Hansı yanaşmada davamlı diaqnostika? Adaptiv yanaşma. Ay, sağ ol. Nəyin nəbzi idi? Pedaqoji yanaşmanın nəbzi idi. Bəli. Ya da adaptiv yanaşma. Adaptiv təlimin nəbzi idi, doğrudur. Adaptiv yanaşmada da davamlı diaqnostika adaptiv təlimin nəbzidir. Yanaşması mövcuddur.
İndi suallarımıza baxa bilərik. Bir də ev tapşırıqlarını hər kəs mənə göndərsin.